Salam hörmətli dinləyicilər. Bugünkü mövzuda hackerlər haqqında danışacağıq. Bu mövzuda siz hacker kimdir, hackerlərin hansı tipləri var kimi suallara cavab tapacaqsınız və həmçinin bundan başqa ağ, boz, qara hackerlər haqqında məlumat əldə edəcəksiniz. Hacker nə deməkdir? Hacker, kompüter sistemlərinə və ya şəbəkələrə dərin texniki biliklərlə müdaxilə edə bilən şəxsdir. Hackerlar təhlükəsizlik boşluqlarını taparaq sistemləri sınaqdan keçirir və onları istismar edə bilərlər. Bununla bərabər bəzi hackerların məqsədləri fərqli ola bilir. Bəziləri yaxşı niyyətli və etik fəaliyyət göstərirlər. Gəlin birlikdə hacker termininin tarixi ilə yaxından tanış olaq. Hacker termini ilk dəfə 1960-cı illərdə MIT-də istifadə olunmağa başlanmışdır. Əvvəlcə bu söz proqramlaşdırmada ustalıq və yaradıcı texniki yanaşma mənasında istifadə olunurdu. Daha sonra isə həm müsbət, həm də mənfi mənalarda, həm etik, həm də cinayətkar fəaliyyətləri ifadə etmək üçün istifadə olunmağa başladı. Zamanla texnologiyanın inkişafı ilə hackerlıq anlayışı da dəyişmiş və müxtəlif məqsədlərlə həyata keçirilən fəaliyyətləri əhatə etməyə başlamışdır. Müasir dövrdə hackerlar yalnız fərdi şəxslər deyil, həm də dövlətlər və təşkilatlar tərəfindən kiber təhlükəsizlik, məlumat toplama və hücum məqsədləri ilə istifadə oluna bilərlər. Hackerlər əsasən niyyətlərinə görə 3 yerə bölünürlər. Bunlar ağ, boz və qara hackerlərdir. Gəlin hər üçün ayrılıqda nəzər yetirək. 1. Ağ hackerlar, yəni white hat. Sistemlərin təhlükəsizliyini yoxlayan etik hackerlardır. IT təhlükəsizlik mütəxəssisləri kimi fəaliyyət göstərirlər. Hücum ssenarilərini simulyasiya edərək zəif nöqtələri tapır və təşkilatlara bu boşluqları aradan qaldırmaq üçün kömək edirlər. Onlar qanuni çərçivədə işləyir, şirkətlərlə müqavilə əsasında əməkdaşlıq edirlər. Əsas məqsədləri sistemləri hücumlardan qorumaq və məlumat təhlükəsizliyini təmin etməkdir. 2. Qara hackerlar, yəni black hat. İcazəsiz olaraq sistemlərə daxil olan zərərli niyyətli şəxslərdir. Onlar məlumat oğurluğu, virus yaymaq, şəbəkələri çökdürmək kimi fəaliyyətlərlə məşğul olurlar. Bu tip hackerlar kiber cinayət törədir və qanun çərçivəsində cəzalandırılırlar. Onlar şəxsi mənfəət, siyasi məqsədlər və sadəcə dağıdıcı niyyətlərlə hərəkət edirlər. Tez-tez fırıldaqçılıq, şantaj və rəqiblərə qarşı hücumlar üçün istifadə olunurlar. 3. Boz hackerlar, yəni grey hat. Həm etik, həm də etik olmayan yollarla hərəkət edə bilirlər. Sistemdəki zəifliyi tapıb, əvvəlcədən xəbərdarlıq etmədən ictimailəşdirə və ya qazanc əldə etmək məqsədi ilə bu məlumatı istifadə edə bilərlər. Qazanc və ya tanınmaq məqsədi ilə fəaliyyət göstərirlər. Onların niyyətləri həmişə zərərverici olmasa da, fəaliyyətləri etik normalarla uyğunlaşmadığı üçün riskli hesab olunur. Bəzən qanunları pozmadan sistemlərə müdaxilə etsələr də, bu müdaxilələr qeyri-qanuni nəticələrə yol aça bilər. Nəticə: hackerlər texnologiyanın gücünü müxtəlif məqsədlər üçün istifadə edə bilərlər. Onların niyyəti və fəaliyyəti onların hansı növə aid olduğunu müəyyənləşdirir. Kiber təhlükəsizlik sahəsində məlumatlıq və hacker növlərini başa düşmək müasir dövrdə çox vacibdir.